Salam əziz yoldaşlar, mən Qacar Akademiyanın fəlsəfə müəllimi İsmail xan Məmmədlidir. Bildiyiniz kimi fəlsəfə imtahanı, doktorantura fəlsəfə imtahanı yaxınlaşır və bu baxımdan fəlsəfədə olan suallara biz nəzər yetiririk. Keçən videoda fəlsəfənin daxili səpkilərinə toxunmuşduq, onları qeyd etmişdik. Bunlar bildiyiniz kimi ontologiya, qnosiologiya, aksiologiya və mənəvi praktiki səpki idi. Bu gün isə ontologiya, yəni varlıq probleminə toxunacağıq. Fəlsəfədə varlıq problemi olduqca aktualdır. Varlıq fəlsəfənin daxilində mühüm yer tutur. Bunun iki səbəbi var. Birinci növbədə dünyanın və insanın varlığı fəlsəfənin əsas predmetidir. İkinci səbəbi isə ontologiya, yəni varlıq problemi fəlsəfənin əsas daxili səpkilərindən biridir. Varlıq anlayışını geniş mənada istifadə edə bilərik, bir də dar mənada istifadə edə bilərik. Geniş mənada varlıq anlayışı ümumilikdə varlıq dediyimiz hər şeydir. Yəni dünya, insan, digər canlılar və cansızlar hamısına varlıq deyirik. Dar mənada isə insandan kənarda olan obyektiv reallığı biz varlıq adlandırırıq. Bu baxımdan reallıq anlayışına toxunmalıyıq. Reallıq iki növə bölünür: subyektiv reallıq və obyektiv reallıq. Subyektiv reallıq mənim, yəni İsmailin öz reallığıdır. Obyektiv reallıq isə məndən kənarda olan reallıqdan bəhs olunur. Fəlsəfə tarixində varlığa olduqca fərqli və mürəkkəb şərhlər, interpretasiyalar olmuşdur. Birinci növbədə biz başlayaq antik dövrdən. Təbii ki, vaxtımız məhdud olduğu üçün qısa-qısa toxunacağam. İlk növbədə varlıq haqqında fikirləri Parmenid söyləmişdir. Parmenid üçün varlıq vardır, yoxluq isə yoxdur. Bu baxımdan nəyə nəzər yetiririk? Bunları qeyd edeyim, ağlınızda qalsın. Parmenid ümumiyyətlə antik dövrdə bu digər suallarda həm toxunmaq istəyirəm. Çünki antik dövr, orta əsrlər, yeni dövr fəlsəfəsi hamısı ayrıca suallardır fəlsəfə imtahanı üçün. Antik dövrdə yoxdan var olmaq prosesi mümkün deyildi. Varlıq ya var idi, ya da yox idi. Yəni A ya A-dır, ya B-dir, C ola bilməz. Ya var, ya da yoxdur. Bu baxımdan Parmenidin varlığı vardır, yoxluğu yoxdur iddiası antik dövrün belə deyək, hakim ideya olan iddialarından biridir. Daha sonra biz gəlirik Platona. Platonda iki aləm var. Varlıq aləmləri iki yerə bölünür. Bir, ideyalar. İki, əşyalar. İdeyalar aləmində hər şey mükəmməldir, hər şey belə deyək, stabildir, sabitdir. Əşyalar aləmində isə hər şey dəyişkəndir və məhv ola bilir. Və məhv olma imkanını özündə ehtiva edir. Bunu niyə qeyd edir? Ümumiyyətlə, antik dövrdə belə bir sual ortaya çıxır ki, bizim cəmiyyətimizdə, təbiətdə hər şey dəyişir. Hər şey dəyişdiyi üçün məhv olur, yenidən yaranır və məhv olur. Bu baxımdan mükəmməllik anlayışı ortaya çıxır ki, bəs hər şey dəyişirsə, insan dəyişirsə, burada dəyişməyən nəsə olmalıdır. Bu baxımdan Platon ideyaları birləşdirərək dəyişməyən ideyalar aləmi yaradır. Dəyişən isə əşyalar aləmi. İdeyalar aləmi bir şeyin ideyasıdır. Yəni markerin bir ideyası var, bir də əşyalar aləmində olan markerlər var. Bu baxımdan fərqləndirir varlıqları. İki növ varlıq var onun üçün. Daha sonra gəlirik Aristotelə. Aristoteldə varlıq substansiyadır. Substansiya mahiyyət deməkdir. Və Aristotelin bu fikrindən sonra orta dövrdə buna əks mövqe tutur. Və bu baxımdan orta dövrdə qeyd edirəm. Orta dövrdə bir çox filosoflar olmuşdur. Ümumi bir toxunurlar bunlara. Toma Akvinalı, Tertullian və s. filosoflar olmuşdur. Bunların hamısı təbii ki, xristianlıq ənənəsinə, dininə bağlı olduğu üçün varlıq anlayışı burada dini bir mahiyyət qazanır. Daha sonra gəlirik yeni dövrə. Yeni dövrdə mən bir neçə filosof toxunacağam, hamısına toxunmayacağam.
Yeni dövrdə varlıq anlayışı düşüncə ilə bağlanır. Bunun da ən böyük nümayəndəsi Descartes-dir. Descartes-in məşhur sözü cogito ergo sum, yəni düşünürəmsə, deməli mən varam. Burada artıq varlığın mahiyyəti, substansiyası düşüncəyə bağlanır. Çünki hər şeydən şübhə eləyə bilərəm, hər şey yanlışlaya bilərəm, amma düşündüyümü yanlışlaya bilmərəm. Bu baxımdan düşünürəm, deməli mən varam ifadəsi əslində varlığın mahiyyətinin açılmasıdır. Daha sonra gəlir Nietzsche, Hegel, Kant, bunlar biri əxlaqi tərəfdən, biri Tanrı öldü deyir, Nietzsche yəni Tanrı öldü deyə qeyd edir və əxlaq anlayışını dəyişdirir, daha doğrusu buna çalışır və varlığı bu baxımdan izah etməyə çalışır. Daha sonra biz varlığın formalarını ayırd etməliyik. Burada 4 formadan bəhs edə bilərik. Birinci növbədə əşyaların və proseslərin varlığı, ikinci növbədə insanın varlığı, üçüncü növbədə mənəvi ideal varlıq, dördüncü növbədə isə sosial varlıq. Nəzərə yetirdinizsə, burada birinci əşyaların, proseslərin varlığında obyektiv aləmdən bəhs olunur. Yəni, bu varlığın növünə, formasına hər şey daxildir. Daha sonra ikinci növdə insanın varlığı. Burada ümumi olaraq insanı biz qavramağa, analiz etməyə çalışırıq, öyrənməyə çalışırıq bu formada. Üçüncü növbədə mənəvi ideal varlıq. Burada artıq insanın mənəvi tərəfi öyrənilir. Daha sonra dördüncü formada isə sosial varlıq. Sosial varlıq olaraq da insanı sosial varlıq olaraq öyrənməyə çalışırıq bu formada. Bu baxımdan varlığın 4 forması var. Daha sonra növbəti sualımızı keçək alaq. Hissi və rasional idrac. İlk növbədə biz idrac sözünü mənalandırmalıyıq, nə olduğunu anlamalıyıq. İdrac insanın ətraf aləmi dərk etməsi, məlumatlanması, onun barədə məlumat almasına deyilir. Yəni birbaşa dərk etmədir. İnsan iki yolla idrac edir ətraf aləmi, bir hissi, bir də rasional yolla. Bunların özü də daxili bölünmələri var. İlk növbədə hissi idracdan başlayaq. Hissi idracın burada yazıram. Birinci növbədə duyğudur. İkinci növbədə qavrayış. Üçüncü növbədə isə təsəvvür və emosiyalar. Birinci növbədə duyğudan başlayaq. İnsan ilk növbədə duyğu üzərində həyatı mənalandırır, ətraf aləmi mənalandırır. Dünya görüşünü, keçən video dünya görüşünü izah etdikdə də buna toxunmuşdum. İnsanın 5 duyğu üzvü var və bu duyğu üzvləri vasitəsilə ətraf aləmdən ilkin məlumatları alır. Bu məlumatları isə xüsusi əhəmiyyət kəsb edir. Yəni biz burnumuzla qoxunu alırıq, amma burnumuzla görə bilmirik. Onun üçün göz var, səs üçün qulaqdan istifadə edirik, toxunmaq üçün əlimizdən və s. istifadə edirik və bunlar toplananda bizə qavrayış yaranır. Amma bu duyğu üzvlərində hiss anlayışını ayırd etmək lazımdır. Hisslər birbaşa emosiyalardır, yəni qorxu, nifrət, sevgi, bunlar hisslər adlandırılır. Amma duyğu üzvləri birbaşa duyğudur, ilkin hissi idracın formasıdır. Daha sonra bu duyğu üzvlərimizdən aldığımız məlumatlar bizim qavrayışımıza zəmlənir. Və bu qavrayışda obyektiv bir obraz yaranır. Misal üçün, bu markeri gördüm, toxundum, müəyyən bir qoxusu var, əldə etdim, ağlımda, qavrayışımda müəyyən bir marker obrazı yarandı. Daha sonra, amma qavrayışın, dünya görüşü videosunda da qeyd etdiyim kimi, qavrayışın 3 əsas predmeti var. Qavrayan subyekt, qavranılan obyekt və qavrayış prosesi. Yəni, bu qavrayış prosesi hal-hazırda baş verməlidir. Gələcəkdə, keçmişdə baş verə bilməz. Bunun üçün üçüncü növbə müraciət edir, təsəvvür. Mən bir obyekti qavradım, markeri. Buradan çıxdım, videonu dayandırdım. Daha sonra markeri düşündükdə bu artıq təsəvvürə müraciət edirəm. Təsəvvür digər bir hissi idracın formasıdır. Emosiyalar da dediyimiz kimi qorxu, nifrət, sevgi və s. hisslərdir. Daha sonra keçək rasional idraca. Birinci növbədə anlayış, ikinci növbədə hökm,
Üçüncü növbədə əqli nəticə. İlkin növbədə başlayaq anlayışdan. Anlayış ətraf aləmi mənalandırmaq üçün obyektin ən ümumi, mühüm tərəflərini ayırd edən təfəkkür formasıdır. Hökm isə bu anlayışların, predmetlərin, obyektlərin aralarındakı münasibətləri iqrar və ya inkar edən təfəkkür formasıdır. Yəni, misal üçün, vərəq ağdır, bu hökmdür və yaxud stul göydür, ya alma yaşıldır və s. və s. Bu hökmlər toplandıqda əqli nəticə yaranır. Əqli nəticə isə bu hökmlər vasitəsilə yeni bir hökm yaratmaqdır. Birinci növbədə induktiv, ikinci növbədə deduktiv, üçüncü növbədə analogiya. İnduktiv əqli nəticənin bir misal üzərində izah edək. İkisinə də eyni misala verəcəm ki, induktiv və deduktivə daha yaxşı aydın olsun. İnduktiv əqli nəticə xüsusi hökmlərdən ümumi hökmü hasil etməkdir. Deduktiv əqli nəticə isə ümumi hökmdən xüsusi hökmü hasil etməkdir. İnduktiv əqli nəticələr misal üçün biz qeyd edirik ki, mis elektrik keçirir, daha sonra dəmir elektrik keçirir və induktiv əqli nəticə ilə, ümumiləşdirmə ilə biz nə deyirik? Bütün metallar elektrik keçirir. Elektrik keçirir. Bu induktiv əqli nəticədir. Daha sonra biz keçək deduktiv əqli nəticəyə. Burada artıq biz deduktiv əqli nəticədə bütün metallardan başlayırıq. Bütün metallar elektrik keçirir. Daha sonra mis elektrik keçirir. Nəticə nə çıxır? Xüsusiləşdiririk, ümumi hökm götürdük, xüsusiləşdirdik. Deməli, mis nədir? Metaldır. Bu nədir? Deduktiv əqli nəticədir. Gördüyünüz kimi, birincidə, induktivdə xüsusi hökmlər topladıq, ümumi hökm yaratdıq. Yəni, bütün metallar elektrik keçirir hökmünü aldıq, hasil etdik. Deduktiv əqli nəticədə isə bütün metallar hökmünü, bütün metalların elektrik keçirməsi hökmünü götürdük və oradan misin də metal olduğunu hasil etdik. Analogiya isə bənzətmədir, hərf mənası. Misal üçün, biz baxırıq ki, Yupiterdə yaşam yoxdur, Marsda yaşam yoxdur və avtomatik olaraq biz bənzətmə edib, ümumiləşdirmə aparırıq. Nə deyirik? Dünyadan kənar heç bir planetdə yaşam yoxdur, həyat yoxdur. Mövzu bu qədər. Yoldaşlar, bugün ümid edirəm ki, bir xeyri dəyərsə, uğurlar arzulayıram. Sağ olun.